verdiyim kimi, indi biz sizinlə bu texnikanı birlikdə yerinə yetirəcəyik. Bunun üçün nə tələb olunur? Sadəcə yerinizi yaxşıca rahatlayasınız, rahat bir yer seçəsiniz ki, sizə heç kəs, heç nə mane olmasın və bütün düşüncələri qoyasınız bir kənara. Biz bugün təsəvvürlərimizlə işləyəcəyik. Assosiativ duyğularımızı işə salacağıq. Buna görə sizdən maksimum tələb olunur ki, ən birinci yerinizi yaxşıca rahatlayasınız. Biz bilirik ki, keçmiş və bitmiş münasibətlər bəzi hallarda hansısa bir içimizdə ola bilər ki, bir çöküntü yaratsın. Bu da ondan irəli gəlir ki, keçmişdə baş verən hadisələrlə bağlı insanların müxtəlif təsəvvürləri, təəssüratları olur ki, o təəssüratlarla əlaqəli yaranmış hisslər bizim bugünümüzə, gələcəyimizə, həyatımıza mane olur. Ona görə bu hisslərdən qurtulmaq üçün ən azı biz beynimizdə yatan fikirlər, yəni düşüncələr öz yerində o məntiqlə nə isə aydınlaşdıra bilərik, amma bəzi hallarda məntiqlə düşündüyümüz fikirlər belə işimizdə hansısa xoşa gəlməz hisslər oyada bilər. O hisslər assosiativ olaraq bizim yaddaşımıza, beynimizə yatan fikirləri, təəssüflər olsun ki, daha da gərgin bir vəziyyətə gətirib çıxarır. Ona görə də həmin o xoşa gəlməz məqamlar bizim içimizdə illərlə bəlkə də yatıb qala bilər. Biz nə edə bilərik? Biz həmin o assosiasiyaları yerindəcə həll edə bilərik. Bunun üçün indi hal-hazırda ayırdığımız o vaxtı məhz buna həsr edəcəyik. Sizdən xahiş edəcəm, ən birinci, bütün bədəninizi tam sərbəst saxlayasınız. Yəni, dərindən, tələsmədən nəfəs dərəcəksiniz. Bütün hava axınını sanki içinizə alırsınız. Dərindən nəfəs dərərək, bütün geniş o diafraqmadan, gəlin bunu birlikdə tətbiq edək, nəfəsimizi alırıq. Və ola bilər ki, indi bədəninizin hansısa bir nahiyələrində bir gərginlik hiss edəsiniz. Özünüzü müşahidə edin. Ola bilər ayaqlarınızda, ola bilər çiyinlərinizdə, qollarınızda bir gərginlik hiss edə bilərsiniz. Çalışın, bütün bədəninizi sərbəst saxlayasınız. Artıq sizi heç nə sıxmamalıdır. Gözlərinizi bağlayırsınız və təsəvvürünüzü işə salırsınız. Onu təsəvvür edin. Sanki qarşınızda əyləşir. Sizə baxır. Onun baxışlarını görün. Üz cizgilərini yada salın. Ola bilər bunun üçün bir qədər zaman lazım olsun, amma izləyin. Bütün təsəvvürünüzü aktivləşdirin. Əynində hansı geyim var görə bilərsiniz. Nə cür əyləşir, nə cür baxır. Sizə doğru istiqamətlənir onun baxışları. Onunla olan münasibət dönəmində sizə nə cür baxırdı? Sizin onunla keçirdiyiniz bu hissləri, o məqamları da yada sala bilərsiniz. O vaxtlar siz həyatınızın bir hissəsini, qəlbinizin bir parçasını ona ötürmüşdünüz. Sanki elə hazırda da həmin o qəlbinizin bir hissəsi onda qalıb. Nə qalıb onda? Uşaqlığınız, bəlkə qadınlığınızı ona vermişsiniz. Bəlkə gələcək xəyallarınızı, ümidlərinizi məhz onunla keçirdiyiniz zaman ərzində ona bəxş etmişsiniz. Çalışın, həmin o xəyallarınızın gerçəkləşdiyi o məqamları belə təsvir edəsiniz. Necə görünürdünüz? O vaxtlar ona həsr etdiyiniz özünüzün bir hissəsi ki var, onu necə görürsünüz? Bir obraza gətirin, bir təsvir edin. Necə biriydiniz, necə görünürdünüz, necə gülürdünüz? Təsəvvürünüzdə öz obrazınızı canlandırın və çalışın o obrazı ondan ayırasınız. Kənarlaşdırın. Hal-hazırda o obraz sizə məxsusdur. Qanuni şəkildə sizə aiddir. Ona müraciət edin və xahiş edin ki, sizə doğru gəlsin. Öz sahibinə doğru gəlsin. O sizə aiddir, o sizindir. O gözəl məqamlar, o hisslər öz sahibinə doğru getməlidir. Təsəvvür edin,
Necə yaxınlaşırsınız bir-birinizə? Bəli, o sizsiz. Təbəssümlə qarşılayın. Qucaqlayın. Hətta deyə bilərsiniz, mən səni sevirəm. Bəli, çünki siz hal-hazırda emosional, psixoloji olaraq məhz həmin o gözəl hisslərə bağlısınız. O hisslər həmin o insan vasitəsilə gerçəkləşmişdi, bəli. Ona görə də o insana təşəkkür edə bilərsiniz. Nə yaxşı ki, onu tanımısınız. Nə yaxşı ki, o duyğuları yaşamışsınız. Amma o duyğular sizdədir, onda deyil. Sizsiz o gözəl hisslərin sahibi. Ona doğru gedin, bərabərləşin, tamamlanın. O sizsiz. O insanla isə sizə heç nə bağlanır. O xatirələr də sizindir və sizdədir. O bərabərliyi duyun, tələsməyin. Bəli, o gözəl hisslər sizə məxsusdur. Dərinə nəfəs alın. O insanın necə sizdən uzaqlaşdığını təsəvvür edin. Lakin özünüzə doğru daha da yaxın olun. Və artıq həmin o gözəl hisslər, o xatirələr, o duyğular sizinlə bərabərləşdi. Sizi həmin insanlar heç nə bağlamır. Dərinə nəfəs alın və tədricən gözlərinizi açın. Bugünkü reallıqda siz varsınız və sizin içinizdəki gözəl hisslər sizə məxsusdur.